Hello aşk sularım, necəsiz? İşlənmiş şəkər detoksumuzun 8-ci gününə xoş gəlmisiniz. Günü üzümü yuyaraq başlayıram, sonra kremlərimi falan çəkirəm. Gözümün altına da paça qoyuram ki, gözaltı şişliklərim getsin və bazar günü olduğu üçün səhər yeməyi hazırlayıram. Səhər yeməyində saat 3-də yeyirik. Təsəvvür edirsiniz. Bu arada yenə oruç tuta bilmədim bugün. Çünki mədəm dəhşətli dərəcədə ağrıdı. Bilmirəm niyə. Oruçluğun ilk günləri çox yaxşı gedirdim. Sonra bir anda yenə mədəm ağrımağa başladı. Sonra Alpişkoya Türk kofesi, özümə də americano hazırladım. Oturduq onu içdik. Ondan sonra başladıq hazırlaşmağa. Alpın işlədiyi şirkət iftara dəvət eləmişdi. Makyajını çox bəyəndim. Rahat-rahat oturub makyaj eləyəndə beynim o qədər sakitləşir. O qədər xoşbəxt oluram. Bu arada bu qız kilo verib. Baxın, burada da göstərirəm. 150 dəfə göstərirəm ki, görəsiniz, belim incəlib. Basenlərim falan əməlli başlı gedib. Hazırlaşdıq, çıxdıq. Elə bu cins kombinimi elədim ki, rahat olsun. Çünki oradan sonra da podruqamla görüşəcəydim. Yolumuz hardasa bir 45-50 dəqiqə idi. Biz gedib çatana uca hava qaralmışdı. Yeməklər çox dadlıydı. Bu arada dayana bilmədim, bir dənə balaca dilim trileçə yedim. Sonra gəldim, rəfiqəmlə görüşdüm. Bu da VC'nin ekran deyil, neydi bu güzgüsündə. Neyse, ondan sonra gəldik evə. Alpişko götürdü məni, gəldik evə. Və üzümü, makyajımı yudum. Burada da sizə biraz şirinlik eləyirəm ki, məni çox sevəsiniz. Ramosta bunu eləməsəm də məni sevirsiniz, amma neysə. Son olaraq çayımı içirəm və gün bitir. Bye.